Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Qarabağ Regional Baş İdarəsinin baş memarı vəzifəsində çalışıram. Təzəlikcə bu vəzifəyə təyin edilmişəm. Hər kəs salamlayıram və çox sağ olun ki, öz dəyərli vaxtınızı ayırıb gəlmişsiniz. Qısaca Qarabağ ərazisində aparılan işlər barəsində sizə məlumat verəcəm. Daha çox statistik məlumat olacaq, ilkin belə deyim də təəssüratdan. Ancaq hər bir halda hər hansı bir sualınız olsa və maraq kəsb edəcəyiniz məlumatlarınız olsa, sizdən xahiş edirəm, geri dönüş edəsiniz. İlkin olaraq kontekst barəsində sizə məlumat verim. 30 illik işğal dövrü ərzində 900-ə yaxın yaşayış məntəqəsi tamamilə dağıdılmışdır. 130 min yaşayış evi, 7 min çox ictimai tikili, 6 min sənaye istisnalat tikililəri tamamilə dağıdılmışdır.